Herkese salam, mən Məryəm. Kanalıma və videoma xoş gəlmisiniz. Bugün mənimlə bir yerdə məktəbdə Novruz tədbirimiz var, ona hazırlaşırıq. Bəli. Keçən il bu vlogdan çəkmişdim, bu il də çəkməyə qismət oldu, çox şükürlər olsun. Deməli, bu səfər həm qaynana obrazını canlandıracağam, həm rəqs eləyəcəm. Bir də ki, şeir, fason, mahnı kimi bir şey var, onu deyəcəm. Geyimimi göstərirəm, hazırsınız? Çox möhtəşəmdir də. Mən həyatımda ilk dəfə uzun milli geyim geyinəcəm. Allah haqqı. Bunu tikdirmişik. Sırf bizə aiddir də, yəni. Rahat hərəkət də edə biləcəm. Qorxmayacam ki, kirayə də cırılıb eləyər. Bunun türünə baxın. Hələ siz bunun koftasına baxın. Çox qəşəngdir də, yəni. Allah haqqı. O qədər bəyənmişəm ki, milli geyimimi. Ay, çox qəşəngdir. Neysə. Deməli, milli geyimi geyinəcəm. Amma ondan əvvəl makyaj eləyəcəm. Güllü çiçəkli makyajı hazırlamağa. Bu arada oruçluyam. Bəli, oruçluyuz. Neysə, eybi yox. Allah güc qüvvət versin. Mən düşünürəm ki, bunun da üstəsindən gələcəyik. Belə, başlayaq. Dostlar, ay çox qəşəng oldum, baxın. Bu da keçən. Keçən ilin kosası, hətta keçən ilin kosa və keçəli bu il yenə eynidir. Sadəcə bir fərq var, Yusuf bura gəlməyib. Yusuf yatır. Yusuf, haradasan Yusuf? Neysə, gəl bura qaqaş. Deməli, nə edirik? Keçən ilki ənənəmizə sadiq qalaraq, keçəli gəl bura. Yusuf da yazsın. Keçəlin yanaqlarını ənliklə qız. Baxın, artıq hazıram. Belə. Çox qəşəng oldu. Baxın, beyaz. Amma qırmızı geyindirənmərik. Beyaz olsun. Ümida. Qırmızı donu var, amma onu çox böyük durur. Hansı? Pəmbəni deyirsən, bantikli. Yox da, qırmızı. Hə, o birisi qırmızı. Üstündə papatya yox, qızıl yox. Lalə idi yoxsa. Onun arxasına bax. Ay. O elə olur da arxası. Bir də daha qəşəng oldu. Ay Allah. Hə? Buna baxın. Məncə bir də daha qəşəng minus göründü. Evdən çıxdıq. Səsim getdi. Baxın. Bayaqdan videoya girmir. İndi girdim. Tən video sən çəkəcəm, gözlə. Kapaqa da sən qoyacam. Dedim bu cino. Hələ milli geyim geyinməyiblər. Birazdan milli də görəcəksiniz. Mən geymişəm. Gün gəlir. İlahə. Qaynana səhnəciyini canlandıracaq. Orada mənim gəndimi canlandıracaq. Təsbih yəni təsbih. Aydana buradan öpücüklər göndərir. Özü xəstədir, yanımızda ola bilmir. Amma qəlbi bizimlədir. Bu da bizim sevimli müəllimimiz.
Kimi nəyə bağlayırsan? Bu bayramda bir-birimizə yaxşılıq edək. Öylərə hörmət göstərək. Kiçikləri isə sevindirək. Yaşını müjdələyən axır çərşənbə münasibətilə bir araya gəlmişik. İndi isə Məryəm və Bəhruzun ifasında sazda gözəl bir musiqi dinləyək. Əsinəm bahara, yol açıb dağlara. Novruz gəlib el oba, bərəkət versin yaradan. Əzizinem yurduma, sevinç gəlib quruma. Novruz payı bol olsun, xoşbəxtlik dolsun yurda. Əzizinem ellərə, sevinç gəlsin dillərə. Novruz gəlib bu günlə, bahar gəlsin ürəklərə. Novruz bayramınız mübarək. İsmetinden bellidir. Akşa. Novruz gelir kendime. Akşa. Şenlenir güllür hamı. Akşa. Bu güzel Novruz'da. Akşa. Hiç kim gencin olmasın. Akşa. Novruz günü gələndə küsürdülər barışar. Akşa. Güneş vurur saçıdır. Akşa. Soyuq qorxur qaçıqdır. Akşa. Meşəllərdə, bağlarda Novruz günü açıqdır. Akşa. Əzizim bülbüləm mən, Akşa. boy atmışdım büləm mən. Akşa. Çərşənbələr içində, Akşa. üçüncüyəm güləm mən. Akşa. Novruz şən və sevimli bayramdır. Novruz, xalqımızın bütün varlıqlarını önündə cəmləşdirən bayramdır. İndi isə Məryəm, İlahə, Ömər və Binnətin ifasında Qaynana filmindən bir parçaya baxalım. Əyəz, Şəhzadə xanımın gəlib, get qapıya aç. Oyan ama ben kurban olurum. Yine ne istemişsin ha? Get qapı aç. Değilsen gidip kapını atsın. Hə, yürü. İslam Mayarbat, Kriştan sokalar. Ay saqqal ağarmış, ıx! Səni görüm söydasız qalasan. Ne oldu ayol? Qapı niyə gec atdın? Yine kaynağın dün kanı karadı. Ne desene çalış gülümse. Hə, sonra da desin mənə ələ salır. Çok yok şey azda. Neyse, ilk önce kimse demem forma ne ya. Sağ ol. Salam anacan. Ağız, orada qurdalanmaqdansa gedib suda qalan paltarlarını sərsən. Sədaqət sərb anacan. Başa düşmədim. Sədaqət nə vaxtacan sənin paltarını yuyub sərəcək? Atom qulluqçusudur bəyəm. Sən fərli gəlinsənsə, qıçını qır, otur evində. Yaxşı arvad öz evinin hambalı da olan xanımıdır. Axı niyə elə deyirsən anacan? Məgər təkcə evdir. Poliklinikadan nə qədər işim var. Həkiməm axı. Həkiməm, matar tikənsən axı. Axı, elə həkimlər tanıyıram ki, bir dənə diş çəkir, 10 manat alır, qoyur cibinə. Sən qonum qonşunun, tanış tunuşun kişisini qurdalanmaqdan başqa əlindən esinə gəlir. Özün nə ki, yoxluğu qır. Ağız, uyan. Ağız, mənə bax görün. O nə sözdür o gün qonşuya qalib deyibsən ki, yaxşı həkimin əlləri təmiz olar. Mən onu başqa mənada demişəm. Başa düşmədim, bəyəm mənim başım çatmır,
onlardan deyiləm. Gəlin mənim süpürgəmdir. Harada qoydum orada da duracaq. Heç sen ana, bu eve yazı gəlsin. Ağız, Eyüz gəlib deyəcək. Bu evin xanımı mənəm, ağası da mənəm. Yaxşı, onda mən bugün bu evdən çıxıb gedərəm. Xoş getdin. Yürü. Mənə bax, ərtigizmə deyəcək burada nə ki, 10-12 dənə maşın göndərsin. Cərdə hissini də özündən apar. Nəhlət sənə kürüşür. Az doymadın o şüsəyə baxmaqdan qapı yatsan. Nene! Can nənə. Ay can. Ay sana kurban nene. Hə. Nene sen soktun, oynadın, şimdi pulunu ver. Allah Tanrı səni saxlamış, dur görün burada. Pul məndə deyil, pul onundadır. Doktor adam. Yo sen pulun çoktu. Sen de Ay. sen sandığın doludur. Yaxşı, gözlə. Oy, rah olsun. Nəflət. Pul tutmaq bilmək üçün. Al, yeri. Hurra! Sen. Sen bana söylemeyi olmaz bildin. Ağız, bırak şahı. Burada ben ne dedim adı? Bak. Boş durmuş. Ne oldu Sevda, niye yapmıyorsan? Tam ben bu evde kalabilmem. Ay ana, niye izledin onu? Oy, ay bala, mən yazdı sən ona, mən nə qarmışam ki? Bax ay oğlum, haqlı deyər. Səhər gedir, axşam gəlir. Nə yediyimi bilirəm, nə içdiyimi bilirəm, nə yatdığımı bilirəm, nə durduğumu bilirəm. Ay, evi köhnə qəbristanlığa keçirim. Gecə yuxumda kəllə görürəm, kəllə. Ay adamın başına da qara qalxmışım olarak. Onu əsəbləşdirən odur ki, sen qəleyçi qızı ilə evlənmişsən. Mən səhv deyirəm. Mən aləmə car çəkməmişəm ki, oğlum gəliyçi qız alıb. Tam ben bu evde kalabilmem. Ay ana, ay ana. Sevda dayan. Ay, getdi. Bu da onun arxasıca. Bu yarbatdan qorxan. Əziz müəllimlər, qonaqlar, valideynlər, hər birinizi xoş gördük tədbirimizdə. Deməli, bugün bizim dəyərli müəllimimiz, neçə ildir üstümüzdə əziyyəti olan dəyərli Nazənin müəllimənin doğum günüdür. Müəllimə doğum gününüz mübarək, hər zaman bizimlə olun.
Arkası var ya. O kimdir? Məktəbdən kənarda dərsliyor. Deməli, getdik. İkinci dəfə uduzdum. Neyse canımız sağ olsun. Tədbirimiz bitdi. Nisə evə gedirik. Dostlar, deməli bir videonun daha sonuna gəldik. Əgər videomu bəyəndinizsə like atıb abunə olmağı unutmayın. Hər birinizə təşəkkür eləyirəm. Bugün mənə o qədər gözəl iltifatlar verdiniz. Həqiqətən nə bilim, mən sizin bu qədər sevginizi qazanmışamsa nə xoş mənə. Yaxşı ki sizləri tanımışam. Bugün də bir çoxunuzla tanış oldum. Təşəkkür eləyirəm hər birinizə. Videomu bəyənib kanalıma abunə olmağı unutmayın. Hamınızı öpdüm. Hələlik. Özünüzə yaxşı baxın. Gələn vloqlarda görüşənədək. Bye bye.